Salam dostlar. Yeni ilə biz hansı kitablarla başlamışıq? Onları sizə təqdim edəcəm. 90 dəqiqə seriyası ilə Kantla davam edirik. Bertrand Russell ilə davam edirik. Ali Baba necə yarandı, necə işlədi? Ümumiyyətlə Jack Ma'nın uğur hekayəsi firması olanlar, şirkəti olanlar mütləq bu kitabı oxusunlar. Evelyn Hugo'nun 7 əri. Biz adətən başqa cür eşitmişdik. Amma əgər siz istəyirsinizsə Hollywoodun gizlin hekayələrini biləsiniz, ümumiyyətlə orada nələr baş verir, intriqa sevirsinizsə, mütləq bu romanı oxuyun. Yuxularınız sizlə hansı dillə danışır? Onları başa düşmək istəyirsiniz, onda bu kitabı mütləq oxuyun. Ən böyük yuxu yozma kitabıdır. Və ən nəhayət bu kitab haqqında George Orwell nə deyir? Deyir ki, əgər biz romanı olmasaydı, mən heç zaman 1984-cü ili yazmazdım. Uğur olsun, xoş mütaliələr arzu edirəm.